Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya vel mursalin. Seyyidina ve nebiyyina ve mevlana. Ebel Kasimi Mustafa Muhammed sallallahu aleyhi ve aleyhi ve sellem ve aleyhi teyyibinat tahirin. Ve la'netullah ala a'daihim ecma'in minel an ila qiyami yevmiddin. Eûzu billahi semi'l-alim mineşşeytanirracim. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefkahu kavli. Esselamu aleyke ya Fatimetu Zəhra, seyyideti nisa'il alemin. Allah xanım Zəhranın dünyada ziyarətin, qiyamətdə şəfaətin bizlərə nəsib eləsin. Allah o həzrətin haqqını dərk edənlərdən qərar versin bizləri. Heç bir zaman dünya və ahirət bizləri ondan ayrı salmasın. Allah bu məclislər, video məclislər və yaxud da məsciddə olan məclislər ki, əzadarlıq edilir, söhbət edilir, bütün müsəlmanlardan qəbul eləsin. Allah qiyamətdə üzümüzü xanım Zəhranın yanında ağ eləsin inşallah. Bugün Əyyam-ı Fatimiyyənin 3-cü günüdür. Xanım Zəhranın şəhadət günü artıq sayılır. Və biz artıq neçə mövzuduq xanım Zəhra haqqında bir örnək kimi, xanım Zəhranı bir qadını simvolizə edən bir kəs kimi onun barəsində belə danışmışıq. Xanım Zəhra Salamullah Aleyhanın adətən məzlumiyyətinə biz çox zaman köklənirik. Məzlumiyyətinə deyirik ki, məzlum olub. Xanım Zəhranın ancaq o tərəfini daha çox biz danışırıq. Təbii ki, məzlum olub, o tərəfində danışmaq lazımdır. İndi insanları hansı bir hisslərini oyatmaq üçünmü, yoxsa həqiqətən də bir məzlumiyyəti var, yoxsa insanlar daha çox onun məzlumiyyət tərəfini eşitmək istəyir. Bu nəyə görə belədir? Görürük ki, biz daha çox xanımın məzlumiyyət tərəfindən danışmışıq və düzdür, bu öz yerində. Amma xanımın sırf məzlumiyyət tərəfinə köklənmək olmaz. Düzdür, bugün mövzumuz bu olacaq ki, xanım Zəhranın məzlumiyyəti var idi, məzlum idi. Amma onun məzlumiyyəti başqa bir şey xidmət edirdi. Əstəğfurullah, belə deyil, xanım Zəhra yazıq idi, biz ona ağlayırıq, göz yaşı tökürük. Ayda necə yazıq xanım idi, onu belə elədilər, onu döydülər məsələn. Yox, o cür deyil, xanım Zəhra yazıq deyil, yazıq bizik. Yəni, xanım Zəhra belə deyil, xanım Zəhra Allahın hüccətidir. Yəni, elə o da bəli bir mənada hüccət sayılır. Xanım Zəhra cənnətdədir, xanım Zəhra ucadır, xanım Zəhra hamımızdan ucadır, böyük bir məqama sahibdir, yazıq bizik, o deyil. Biz məzlumiyyət dedikdə sırf bu tərəfdən baxmamalıyıq. Məzlumiyyətin özü də xidmət edir başqa bir ali həqiqətlərə. Bəli, məzlumiyyəti var, Allah bu şeyə razı olub, xanım Zəhra razı olub, məzlumiyyəti olub ki, bizim qəlbimizi oyatsın, bizi özümüzə gətirsin, qəflətdən oyatsın. Çünki insan adətən məzlumiyyət tərəfini görəndə qəlb oyanır da, kimsə zülm olanda narahat olur və qəlbi oyanır. Amma xanım Zəhranın məzlumiyyəti özü bir məktəbdir. Belə yanaşmalıyıq əslində. Bir məktəbdir. Hüzn məktəbidir. Və hüzn məktəbi nədir? Hüzn məktəbi budur ki, xanım Zəhra hüzn məktəbi, yəni məzlumiyyətlə dirilən haqq. Xanım Zəhra öz məzlumiyyəti ilə haqqı dirildi. Xanım Zəhra göz yaşı tökdü. Xanım Zəhra kimlərdənsə küstü. Xanım Zəhra nə bilim etiraz elədi, bu xanım Zəhra zülm elədilər. Bunlar hamısı xanım Zəhranın o məzlumiyyəti ona görə idi ki, bunların hamısı ona görə idi ki, haqqı diriltsin. Bu haqqı diriltmək üçün idi. Xanım Zəhranın əlindən gələn bu idi, məzlumiyyəti ilə haqqı diriltdi və diri saxladı. Ona görə məzlumiyyət deyəndə xanım Zəhra yazıq idi, xanım Zəhra qadın idi, onu döydülər. Yox, belə deyil, yazıq bizik. Biz yazıq, gələ bilmirik, cənnətə gedəcək, yox, cəhənnəmə gedəcək. Xanım Zəhra amma bizim varlıq səbəbimizdir. Yəni, necə deyim,
Xanım Zəhranın hörmətinə bizə nemət verilir. Xanım Zəhranın hörmətinə biz yaşayırıq. Allahın sevimli bəndəsinin hörmətinə biz yaşayırıq. Biz ikinci söhbətimizdə dedik ki, Əyyam-ı Fatimiyyənin ikinci söhbətində dedik ki, Xanım Zəhra ailəni və cəmiyyəti nurlandıran bir məktəb idi. İkinci söhbətdə bu oldu. Bugün isə deyirik ki, həmin o məktəb ki, ailəni və cəmiyyəti nurlandırdı, həmin o məktəb neynədir? Bugün isə həmin məktəbin məzlumiyyəti ilə necə möhürləndiyini deyirik. Həmin məktəbin ki, o məktəb gəldi, haqqı möhürlədi. Son qoydu ki, haqq budur. Özdə məzlumiyyəti ilə möhürünü vurdu ki, haqq budur, batil budur. Yəni, Xanım Zəhranın məzlumiyyətini araşdırırsan, onunla başa düşürsən ki, o məzlumiyyətin möhürdür nəyə? Haqla batili ayırt etmək. Yəni, bir insan Xanım Zəhra niyə belə eləsin? Xanım Zəhra niyə nəyin davasını eləsin? Yəni, biz görürük ki, araşdırdıq, bildik ki, Xanım Zəhra adi qadın deyil. Xanım Zəhra Peyğəmbərin canının parçasıdır. Bunları bildik. İndi bu qadın gəlir, neyinir? Məzlumiyyət göstərir. Ona zülüm olunur. Və o məzlumiyyəti ilə haqla batili ayırt edir. Ağıllı insan başa düşür ki, belə bir qadının mübarizəsində o onun haqlı olduğunu göstərir və kimlər ki ona qarşı çıxdı batildir. Nəinki o dövrdə, bugünkü dövrdə də. Qiyamətə qədər də kimlər bu tarixə qarşı çıxacaq batildir. Kimlər ki bu tarixi gizlətmək istəyəcək batildir. Hər sözlə gizlədə bilərlər. Xanım idi, indi emosiyasına qapandı. Xanım idi, atasını itirmişdi, sonra onun üçün atasına görə çətin oldu, atası üçün darıxırdı, onsuz yaşayamırdı, belə addım atdı. Xanımdır da. Bu, haqqı gizlətməkdir. Necə yana xanımdır? Sadə yanaşırsan sən bu sözə, Fatimətu, nə deyirdi Peyğəmbər? Bədəatun minni. Səhv etmirəmsə, elə idi də, bədəatun minni. Deyirdi ki, Fatimə mənim bir parçamdır, bəli, bədəatun minni. Fatimə mənim bir parçamdır. Yu'zini mə əzah. Yu'zini mə əzaha. Fatimə mənim bir parçamdır və kim onu incitsə məni incitər. Bunu Peyğəmbər elə belə deyirdi. Kim onu incitsə məni incitər. Bu Peyğəmbərin, yəni bu sözün sən mən elə belə başa düşürük ki, xanım idi də emosiyasına qapandı. Yox, bu ciddi bir şey bizə çatdırır. Bu xanımın böyüklüyünə, əzəmətinə bizə çatdırır. Bu ciddi bir şeydir. Bu qədər sadə yanaşmaq olmaz məsələyə. Vallah sadə yanaşmaq olmaz. Tarixi ilə bu cür gizlədək ki, elə xanım idi, qutardı, getdi, emosiyasına qapandı, qutardı, getdi. Bu qədər sadə yanaşmaq olmaz məsələyə. Bu ciddi bir məsələdir. Qiyamətdə biz cavab verəcəyik buna. Hər kəs qiyamətdə cavab verəcək ki, Xanım Zəhranın sən sadə bir xanım kimi saydın, hesab elədin. Xanım Zəhra bədəatun minni ki, Peyğəmbər bu söz dedi. O sözü sən elə belə yanaşdın. Mən elə belə yanaşdıq. Bu ciddi bir məsələdir. Və Xanım Zəhra neynir? Gəlir öz məzlumiyyəti ilə haqla batilə ayırt edir. Mən haqla batilə ayırt etmək istəyirəm. Mən haqqı bilmək istəyirəm. Mən batilin kim olduğunu bilmək istəyirəm. Və yaxud da batil hansı, batilin meyarını bilmək istəyirəm. Xanım Zəhra. Batilin meyarı odur. Ondan biləcəksən. Xanım Zəhra məktəb yaratdı və bu məktəbinin qarşısında maneələr var idi. Nə idi? Peyğəmbərdən sonra baş verən hadisələr gəlib bu məktəbin qarşısına bir maneə oldu. Haqqın üstünü örtmək istədilər. Haqqının üstünü örtmək istədilər. Emosional bir qadın adı altında haqqın üstünü örtmək istədilər Peyğəmbərdən sonra. Bu məktəbə mane olmaq istəyirdilər. O məzlumiyyəti ciddiyə almaq istəmədilər. Halbuki o məzlumiyyətin özü əzəmətli bir şeydir ki, o məzlumiyyətdə əslində haqla batil möhürlənir. Haqdan batil ayırt edilən möhürdür. Məzlumiyyət, Xanım Zəhranın göz yaşı, Xanım Zəhranın etirazı, bu adi qadının ağlamağı deyildi.
Baxsınız, Həzrət Əli əleyhissalam da bunun tərəfində idi. Həzrət Əli əleyhissalam da məsələn qarışmırdı, Həzrət Əli əleyhissalam mane olmurdu. Çünki vəzifə xanım Zəhranın idi orada. Orada artıq xanım Zəhra çıxış eləməli idi. Deməli, ilahi bir höccətdir həm də xanım Zəhra. Çünki ilahi höccət olan Həzrət Əli buna razılıq verir. Həzrət Əli buna razılıq verir, mane olmur. Deməli, Həzrət Əli gözləyir ki, indi imamətin müdafiə edən digər höccət var, o müdafiə eləyəcək imaməti. Zəhra müdafiə eləməlidir. Çox ciddi bir məsələlərdir bunlar və bu ciddi məsələləri insan çox təəssüf ki, bəzi məzhəblərə baxırsan, bəzi fikirlərə, təfəkkürlərə baxırsan, yəni doğrudanmı bu qədər sadədir? Mən bunu ürəyim yandığına görə təkrar deyirəm. Doğrudan bu qədər sadədir. Həqiqətən bu qədər sadə bir şey kimi baxırsınız. Xanım da gəldi, belə iş gördü, getdi. Doğrudan xanım idi, belə bir iş gördü, getdi. Doğrudan Peyğəmbərin sözünə bu qədər etinasız yanaşırsınız. Ciddiyə almırsınız. Nə bilim, vallah, o qiyamət, o da biz. İnşallah qiyamətdə Peyğəmbərin sözünün nə qədər ciddi olduğunu anlayacağıq. Haqqın üstünü örtmək istədilər. Həzrət Fatimənin səsini susturmaq istədilər. Amma susmadı. Xanımın səsi susmadı və qiyamətə qədər xanım, necə deyim, fəryad eləyir. Xanım fəryad eləyir. Onun fəryadı nə idi? Qəbrinin gizlin qalması. Qəbrinin gizlin qalması xanımın elə fəryad etməsidir. Xanımın elə qiyamətə qədər olan insanlara mesajıdır ki, haqla batılı ayırt edə bilək. Haqla batılı ayırt edin. Məsələn, fədəkin alınmasıdır və yaxud da məsələn, tutaq ki, digər məsələlərdir. Həzrət Əlini məcbur edib, məsələn, beyyət etmək və digər məsələlər, bu hadisələr hamısı xanım Zəhranın məzlumiyyətini göstərir də. Ona edilən zülmlər xanım Zəhranın məzlumiyyətini göstərir və deməli, bu məzlumiyyət necə, yəni görmürsən ki, bu məzlumiyyətdən kim haqdır, kim batil. Bu hadisələr Zəhra salamullahi aleyha məktəbinə haqq uğrunda ayaqda durmasının sübutudur. Bunu sübut edir ki, bu məktəb, bu hadisələr bunu sübut edir ki, bu məktəb haqdır. Xanım Zəhranın məktəbi haqdır. Bu məzlumiyyətdə bir hikmət var. İnsanlar hikmət axtarmalıdır. Hər şeydə gedib hikmətlər axtarırıq. Hər şeydə hikmətlər. Hər şeydə. Adi insan, məsələn, hər şeydə hikmət axtarırıq. Görürsən, bu niyə oldu? Başıma falan şey niyə gəldi? Bəlkə bunun bir hikmət var. Yox, buna görə oldu. Adi dindar gedir, hər şeydə hikmət axtarır. Adi, məsələn, hansısa məzhəb davamçısı gedir, hikmət axtarır. Amma xanım Zəhranın bir dənə məzlumiyyətində sən mən hikmət görmədik. Elə belə baş verdi də o, hə? Orada biz hikmət görmədik. Böyük bir hikmət var orada. Bu məzlumiyyətin hikməti var idi. Nə idi bu məzlumiyyətin hikməti? Haqqın nuru məhz zülmətin içində parıldayır. Orada bir zülmət var idi. Haqqı görməliydin orada. Haqla zülmət bir yerdə ola bilməz. Xanım Zəhra haqq idi. Onun yanında zülmət varsa, o zülmətə nur deyə bilməzsən. O zülmətə haqq deyə bilməzsən. Yəni, xanım Zəhraya mane olanlar artıq batil olduğunu etiraf etdilər. Qapını döydü xanım Zəhra. Dedilər, əlini haqqını müdafiə eləyək. Müdafiə eləmirsiniz. Dedilər ki, xanım Zəhraya ki, ged o birisi qapı gör hələ onlar nə deyir. Yəni, sən artıq xanımı müdafiə etməməklə batilliyini göstərdin. Yəni, ona qarşı çıxan artıq batil olduğunu göstərir. Peyğəmbər deyir, dəfələrlə deyirəm, bir də deyirəm, Allahın razılığı xanımın razılığındadır. Xanımı incidən Peyğəmbər deyir, məni incidir də, bundan başqa nə söz deyək? Bundan başqa xanımın haqq olduğunu necə ispat eləyək? Haqq olduğunu necə mən ispat eləyim? Necə gəlim deyim? Bundan başqa nə sübutu var ki? Həzrət Zəhranın məzlumiyyəti həm də İmam Hüseyn əleyhissalamın qiyamının başlanğıcı idi. Qiyamının başlanğıc toxumu idi. O toxumu səpdi xanım Zəhra. Ki, İmam Hüseynin qiyamı baş versin, artıq orada
haqla batil tam aid olsun. Xanım Zəhradan başladılar ki, İmam Hüseynin Kərbəlası baş verdi də. Haqdan oradan üst çevirdilər ki, gəlib İmam Hüseyndən sonra üst çevirdilər. Başlanğıc oradadır. Oradan başladı. Amma bu məktəb, xanım Zəhranın məktəbi sona çatmadı ki, Kərbəlada meyvə verdi. Öz səmərəsini Kərbəlada verdi. Kərbəlada göstərdi. Bir növ belə deyim, xanımın o əziyyəti yerdə qalmadı. Xanımın o əziyyəti yerdə qalmadı. Xanım nə eləmək istəyirdi? Dedi ki, ya vilayəti qəbul edəcəksiniz, imaməti. Vilayətlə xilafəti qarşıda bilməzsiniz. Xilafətin varsa vilayətində olmalıdır. Allah tərəfindən vəli seçilməlisən. İmam Hüseyin gəldi, neynədir? Qiyam etməklə o hakimlərdən, o xəlifələrdən neynədir? Gəldi vilayət harada ki, gedin xilafətinizi eləyin, gedin hakimliyinizi eləyin, amma vilayətlə işiniz yoxdur. Ondan sonra vilayətlə xilafət ayırt edildi ki, bunun özü geniş bir bəhsdir. Qismət olaraq danışarıq. Buyurur Peyğəmbər salavatullah. Buyurur ki, İza-u Fatimə, İza-i. Buyurur ki, Fatiməyə əziyyət mənə əziyyətdir. Fatiməyə əziyyət mənə əziyyət. Kim Fatiməyə əziyyət versə, mənə əziyyət verər. Bu Peyğəmbərin sözüdür. Qəlbə dəyən bir hədisdir. Peyğəmbər, xanım Zəhra Peyğəmbərin davamçısı olduğu bu hədislərdən göstərilir, görülür. Bu bütün məzhəbdə var da, yəni bu hədislərə baxanda bütün məzhəblərdə var. İndi bunun kimi olmasa, bu məzmunda olan hədislər var, doludur. Yəni ən azı az da olsa var. Bu hədis Zəhraya əziyyət verən mənə əziyyət verir. Bu hədis Zəhranın məzlumiyyətinin Allah və Peyğəmbər dərgahında necə böyük olduğunu göstərir bu hədis. Özdə Peyğəmbər bu hadisə baş vermədən öncə bunları deyir. Zəhraya əziyyət edən İza-u Fatimə, İza-i. Kim Zəhraya əziyyət versə, mənə əziyyət verər. Zəhranın razılığı, Allahın razılığı Zəhranın razılığındadır. Bu hədislərə baxsan ki, əvvəlcədən Peyğəmbər demək istəyir ki, Allah və Peyğəmbər dərgahında deməli, bu məzlumiyyət necə böyükdür, necə böyük bir məzlumiyyətdir. Yəni, bilirdi ki, belə şey baş verəcək. Əvvəlcədən xəbərdarlıq edir ki, o məzlumiyyət ki, baş verəcək, o zülm ki, baş verəcək, bil ki, o Allah yanında çox böyükdür. Çox böyük məzlumiyyətdir. Və qiyamətdə cavab verəcəksiniz buna. Qiyamətdə hər kəs tək-tək buna cavab verəcək. Xanım Zəhranın məktəbi məzlumiyyətlə yox olmadı. Bəlkə elə xanım Zəhra orada öz məzlumiyyətini açıq-aşkar göstərməlidir. Daha doğrusu elə bəlkə yox, göstərməli idi. Xanım Zəhranın məktəbi məzlumiyyətlə yox olmadı. Bu bizim 3-cü söhbətimizin mesajıdır da. 3-cü söhbət onun məzlumiyyəti haqqında danışırıq. Xanım Zəhra məktəbi məzlumiyyətlə yox olmadı. Əksinə, o məzlumiyyət haqqı diriltdi və imamət xəttinin qorunmasına səbəb oldu. Nə ilə? Məzlumiyyəti ilə. O məzlumiyyəti ilə gəldi, imamət xəttini qorudu. Qurban verdi özünü. Bildi ki, bu məzlumiyyətlər olacaq, zülm olacaq, amma bir xətt var, ilahi bir xətt var, imamət xətti. O xətt qorunub saxlamalı. Peyğəmbərin ki, nübüvvət var Peyğəmbərdə, risalət var, imamət var, vilayət var. Həm Peyğəmbər vilayət idi, vilayəti var idi, həm risaləti var idi, rəsul idi. Həm Peyğəmbər nübüvvət var idi, yəni Peyğəmbər idi. Həm də Peyğəmbərin imaməti var idi. Bu imamətinin davamçısı, irs olaraq imamətini alan, ondan imamətini alıb davam etdirən İmam Həzrət Əli var idi, digər imamlar var idi. Onlar davam etməli idi. Xanım Zəhra Peyğəmbərin o imamət xəttinin qorunmasına səbəb oldu. Peyğəmbərin o imamət xəttinin qorunmasına səbəb oldu. Əslində nə baş verdi? Əslində Peyğəmbər dünyasını dəyişməklə
onun bir növ belə deyim, dünyada olan məqamları da gedir də. Amma o imamət məqamı, peyğəmbər unudulmasın deyə, həqiqəti unudulmasın deyə, dini, şəriətin həqiqəti unudulmasın deyə imamət xətti o qapı açılmışdı. Kimsə onu davam etməli idi. İstədilər onu bağlasınlar. Xanım Zəhra neynədir? Öz zanını qurban etməklə, bu məzlumiyyətə razı olmaqla o imamət xəttini qorudu. Bax, imamət xətti bu deməkdir. Yəni, Peyğəmbər imamət xəttini asdı ki, mənim imamətimi irs olaraq aparanlar olsun. Dedi kimlərdir? Ona qarşı olmaq istədilər. Xanım Zəhra gördü, gəldi qarşısını kəsdi ki, olmaz. İcazə vermərəm. İcazə vermərəm. Deməli, biz ümumi bu 3 söhbətləri, birinci, ikinci və üçüncü söhbətlərin hamısını bir araya toplasaq, birinci söhbətdə dedik ki, ümumiyyətlə dedik ki, Xanım Zəhra qadını simvolizə edir. Birinci söhbət bu oldu ki, qadının dəyəri itmişdi, Zəhra gəlib dəyəri bərpa etdi. Qadının dəyərli olduğu üzə çıxdı. İkinci, Zəhra məktəbi ailədə və cəmiyyətdə ilahi nizamı qurdu. Qadının dəyəri üzə çıxır və o dəyəri ilə ailədə, cəmiyyətdə nizam qurur və cəmiyyətə girmək üçün ailə mühümdür. Üçüncü isə bu ilahi məktəb məzlumiyyətlə mühürləndi və haqqın yolunu qorudu. Qadın neyinir? Qadın gəlir xanım Zəhra kimi öz məzlumiyyəti ilə haqqı qoruyur. Deməli, qadın da haqqı qoruya bilər. Deməli, qadın da haqqı qorumaq gücündədir. Onda Allahın belə bir qüdrəti, gücü var. Bu bizim axırıncı söhbətimiz idi. Allah nəsib elədi ki, qısa olsa da Xanım Zəhra haqqında danışaq. Mən bir neçə dəqiqə zikir-müsibət də deyim, ondan sonra söhbətə yekunlaşdırım. Doğrudan da bu söhbətlər çox təsirli olmalıdır bizə. Doğrudan da biz başa düşməliyik ki, bugün itirdiyimiz kəs bizim həqiqətində anamızdır. Nəhnu illətil vücud. Bunu imam deyir. Ya İmam Sadiq, ya İmam Baqir deyir. Nəhnu illətil vücud. Biz varlığın səbəbləriyik. Yəni, varlığın səbəbi Allah həqiqətdir. Amma Allah bizim vasitəmizdə sizi yaratdı da. Etap, mərhələ gəlir. Xanım Zəhra bizim bioloji anamız olmasa da, amma nəhnu illətil vücud. Xanım Zəhra bizim varlığımızın anasıdır. Varlığımızın anasıdır. Xanım Zəhra varlığın anasıdır. Ona görə də mənəvi anadır və mənəvi ana əslində bioloji anadan üstün olur. Çünki mənəvi anada heç bir məhdudiyyət olmur. Əli hər yerə çatır. Mənəvi şeylərdə məhdudiyyət olmur da, hər şey mücərrət. İndi fəlsəfi o şeylərə çox girmək istəmirəm. Biz bugün anamızın yasını qeyd edirik. Ona əzaz saxlayırıq. Və Allah razı olsun Hacı Vüqar Nəzəflidən, o da oxudu və oxuyacaq. Allah onun səsini bərəkətli eləsin. Onu oxumağı ilə biz təsirlənirik və bu məclislər onun üçündür ki, oxusunlar, təsirlənək, həqiqətə varaq. Xanım Zəhranın o analığını həqiqətən hiss eləyək ki, deyilir ki, qiyamətdə Xanım Zəhraya deyiləcək ki, Zəhra daxil ol cənnətə. Xanım Zəhra deyəcək ki, görəcəklər Xanım Zəhra getmir. Deyəcək ki, Zəhra daxil ol cənnətə. Xanım deyəcək ki, mən daxil olmaram. Övladlarıma bir şəfaət eləməsəm. Onlar getməsə, mən daxil olmaram. Deyir, Allah icazə verəcək ki, Zəhra, get istədiyin kəsə şəfaət elə, gətir onu cənnətə. Və gələr bir-bir bizlərə şəfaət eləyər. Ana övladına şəfaət eləyir. Bir-bir gəlib bizə şəfaət eləyər. Mən istəyirəm həm də İmam Hüseynə toxunum. Xanım Zəhranın həm də bir məzlumiyyəti də İmam Hüseyn idi. O, İmam Hüseynin balası Hüseynin necə qətlə yetirildiyini gördü. Yəni, özü yaşamasında onun ruhu onu görürdü. Necə qətl olduğunu görürdü. Hədisdə var, deyirlər ki, Xanım Zəhra
və peyğəmbərlər, digər insanlar məhşərə yığılar. Xanım Zəhra Hüseyn əlində Hüseynin qanında köynəyi Hüseyni çağırar. Balası Hüseyni çağırar. Çağırar, İmam Hüseyin gələr. Amma necə gələr? Deyirlər ki, İmam Hüseyin gələr, lakin başsız bədən gələr. Xanım Zəhra bunu görər, nalə eləyər, ağlayar. Elə ağlayar ki, məhşərdə hər kəsi ağladar. Hər kəsi ağladar. Xanım Zəhranın övladı İmam Hüseyin, biz Xanım Zəhraya təşəkkür etməliyik ki, bizə İmam Hüseyni də verib. Ağamız Hüseyni də bizə verib. Allah bizləri İmam Hüseyndən də ayrı salmasın. Onun şəfaətin bizlərə nəsib eləsin. Bilirsiniz, danışılıb, amma yenə də elə danışım. Xanım deyərdi ki, Həzrət Əliyə gələrdi, Həzrət Əli başının üzərinə. Buradan başlayayım ki, Xanım Zəhra evdə xidmətçiyə dedi ki, üzümü ört. Dedi, xanım, niyə? Dedi ki, sənə deyirəm, üzümü ört. Evin xidmətçisi üzünü örtərdi. Onun üzünü örtərdi. Deyir, birdən gördüm ki, o həmin üzünü örtdüyüm o dəsmalı, onu çəkəndə gördüm ki, Zəhra əlini tutub üzünə, o üzündəki olan o yara, yəni həmin o dəyən yer ki, ağrıyır, üzünü tutub gizlədir ki, heç kim bilməsin ki, o yer ağrıyır. Gizlədirdi, evdə gizlədirdi. İstəmirdi ki, övladları görsün. Üzündəki olan o qırmızılığı, üzündəki olan o zərbəni istəmirdi ki, görsün. Deyir, Zəhra artıq canını tapşırırdı. Tez dedilər ki, İmam Həsənə, Həsən, get atanı çağır. Əlini çağır, Zəhra gedir. Zəhra dünyasını dəyişir. İmam Həsən qaça-qaça gedərdi atasının yanına. Məscidin yanında Həzrət Əli gəzərdi. Dərdin içində idi. Zəhranı düşünərdi. Gəldi, dedi, atacan, qaç tez evə. Dedi, Həsən, nə olub, nə baş verib? Niyə belə həyəcanlısan? Nə olub, de görək. İmam Həsən deyirdi ki, ata, anam dünyasını dəyişir. Anam gedir, tez sat onun yanına. Deyirlər ki, o Xeybərdə ki, Əlinin ayağının əstirə bilmədilər. Həzrət Əli o ayağı ilə möhkəm dayandı. Onu heç kim yerindən əstirə bilmirdi. Ayağı əsmirdi, möhkəm idi ayağı. Deyir, o ki, eşitdi ki, Zəhra gedir, dünyasını dəyişir. Həmin o anda Həzrət Əli özünü itirdi, ayağı əsdi, yıxıldı yerə. Ayağı əsdi, özünü itirdi, dizin qoydu yerə. İndi durur ayağa ki, qaçsın Zəhranın başı üzərinə. Deyir, qaça-qaça gedir, əbası, qəbası ayağına ilişir, yıxılır. Bir də ayağa qalxır, yenə qaçır, yenə ayağına ilişir, yıxılır. Axırda özünü çatdırır Zəhranın başı üzərinə. Gəlir, alır, dizini qoyur yerə, əbasını çıxardır, əmmaməsini çıxardır, dizini qoyur yerə, alır Zəhranın başını dizinin üstünə, görür Zəhra gözünü yumub. Yavaşca qulağına əyilir, çağırır, Zəhra, Zəhra, ənə Ali, ənə Ali, ənə Ali, Zəhra, mənəm Əli, mənəm Əli, aç gözlərini. Sonuncu dəfə səni görürüm, mənəm Əli. Ya Fatimə, cavab gəlmir, kəllimini, danış mənimlə, cavab gəlmir. Ya bintə Rasulallah, ey Allahın Rəsulunun elçisinin qızı, aç gözləri sonuncu dəfə mənimlə danış, cavab gəlmir. Ya Zəhra çağırır, ey Zəhra, aç gözləri, onda Allahın bir möcüzəsi baş verir. Xanım Zəhra gözünü açır, İmam Həzrət Əli də ona baxır, indi bir-birinə baxıb, bəkət və bəkə, bir-birinə baxır, ağlayırlar. O ağlayır, o ağlayır. Həzrət Əli baxır Zəhraya, xanım Zəhraya, deyir ki, Zəhra, mən sənin dərdivə ağlayıram ki, sən gedirsən. Sən dünyanı dəyişirsən. Sən niyə ağlayırsan? Sən kimə ağlayırsan? Deyir, Əli, mən də sənə ağlayıram ki, məndən sonra görən neyəcəksən sən? Məndən sonra necə olacaqsan? Tənha qalacaqsan, necə olacaqsan? Əli
ağla yetimlərmə. Əli məni gecə kəfənlə, əli mənə gecə qusul ver, əli məni gecə dəfn elə. Ağla yetimlərmə, əli övladlarıma yaxşı bax, yetimlərimə yaxşı bax. Bunu deyir xanım Zəhra, dünyasını dəyişir. Dəfn eləyirlər. Həzrət Əli girir qəbrinin içərisinə, xanımı dəfn eləməyə. Xidmətçi deyir, gördüm ki, Əli qəbrin içərisindən çıxdı, tez keçdi o tərəfə, əlin qoydu, divara başladı ağlamağa, ağlayır. Soruşdum ki, ya Əli, nə olub, niyə ağladın? Deyir, mən bilirdim ki, onun qabrıqası sınıb. Amma o qədər bilmirdim, görməmişdim. Onun bədəninin gömgöy olduğunu görməmişdim. O qədər olduğunu mən bilmirdim. Mənim Zəhrama hansı zülm ediblər? Onun başına hansı zülm gəlib? Əla lənətullah ələl qovmiz zalimin. La havlə və la quvvətə illa billahil aliyyil azim. Allahümme salli ala Muhammed. Ey şəhi mülki vilam, gözdəki göz yaşı var, Fatimə olsun fədaya, ağlama ya mürtəzaya. Fatimə qəbrə gedir, aləmi tərk eyləyir, sözü tez deyir. Ağlama ya mürtəzaya, könlümdə vardı çoxlu məlayal əmali, Zəhranı qıl helal. Könlümdə vardı çoxlu məlayal əmali, Zəhranı qıl helal. Vay əmoğli, can əmoğli, mən sənə qurbanım oğli. Vay əmoğli, can əmoğli, mən sənə qurbanım oğli, əmoğli. Başımı al damanam, dildə sözüm var sənəm, quslu verən də mənə əmoğli. Ağlama ya mürtəzaya, quslu verən vaxtdə sən, əşkivi çox tökməsən əmoğli can, köynəyimə dəyməsəyən. Ağlama ya mürtəza, gözlərin bənzətmə əbrəsəyən. Dərdimi aparram qəbrə mən, gözlərin bənzətmə əbrəsəyən.
əmoğlucan. Dərdimi aparam qəbrə mən. Vay əmoğlu, canım oğluyum, mən sənə qurbanım oğluyum. Əmoğluyu halı pozma beləm, düşməni qoyma gələyəm. Qəbrimi gizlin elə, ağlamayam Mürtəza. Qarət oluyor bu gülşənim, vurdular qalxmır əlim. Qəbrə gedim dincəlim əmoğlucan, ağlamayam Mürtəza. Zəhmətim tabutdu xatəməyə əmoğlu, fərz eylə yoxdur Fatimə. Zəhmətim tabutdu xatəməm, fərz eylə yoxdur Fatimə. Vay əmoğluyum, canım oğluyum, mən sənə qurbanım əmoğlucayım. Ya Əli gəl yetişib mövsüm-i hicran ölürəm. Ya Əli gəl yetişib mövsüm-i hicran ölürəm. Əffeylə Fatiməni ey şəhi xubayan ölürəm. 9 il mən yaşadım sayeyi lütfündə sənin əmoğlu. 9 il mən yaşadım sayeyi lütfündə sənin. Qoydum axər səni bu dəhridən ağlayan ölürəm əmoğlu. Əl qoynunda dayanmayam, əl qoynunda dayanma, evimi çox zaru həzin. Əl qoynunda dayanmaya, evi çox zaru həzin. Baxma təhlilə gedən cismimə heyran ölürəm əmoğlu. Can-ı Zəhraya ola qurban tökülən göz yaşı var. Ax Can-ı Zəhra ola qurban tökülən göz yaşı var. Əmoğlu ağlama qızlarımı etmə hərasam ölürəm. Ay ax ay ay ax ax, əş məzlum
əgər yarələrin mərhəmdir. Əşməzluyum əgər yarələrin mərhəmdir. Yox bu aləmdə mənim dərdimə dərmayan ölürəm. Mən Hüseynəm yumulayan gözlərə qurbanam anam. Mən Hüseynəm yumulan gözlərə qurbanam ana. O başından açılayan məcərə qurbanam anayam. Sən kimi afitəli madərə qurbanam anam. Mənə köynək toxuyayan əllərə qurbanam anayam. Əmoğli ölürəm. Qoyma daim başa Zeynəb, qarı məcər bağlasın. Qoyma daim başa Zeynəb, qara məcər bağlasın. Şöyle-i ahilə qəlbi müstəbani dağlasın. Ağlasa aləmə gəyir, koyma Hüseynim ağlasın. Koyma Hüseynim ağlasın. Ağlasa aləmə gəl, koyma Hüseynim ağlasın. Ana nə çarə gedirsən, sinəndə yarə gedirsən. Nə qəmlidir günüz öldün, gecə məzara gedirsən. Ana nə çarə gedirsən, sinəndə yarə gedirsən. Nə qəmlidir günüz öldün, gecə məzara gedirsən. Ana nə çarə gedirsən, sinəndə yarə gedirsən. Nə qəmlidir günüz öldün, gecə məzara gedirsən. Ana nə çarə gedirsən, sinəndə yarə gedirsən. Nə qəmlidir günüz öldün, gecə məzara gedirsən. Qərib ölən anam eyvay, cavan ölən anam eyvay. Qərib ölən anam eyvay, cavan ölən anam eyvay. Xəzanə döndü baharım, yetim olub balalarım. Başın ağardı bəladan, sağalmadı yaraların. Xəzanə döndü baharın, yetim olub balalarım. Başım ağardı bəladan, sağalmadı yaraların. Qərib ölən anam eyvay, qərib ölən anam eyvay. Cavan ölən anam eyvay, cavan ölən anam eyvay.
cavan ölen anam eyvay. Medine'de olan oldu, Medine'de olan oldu, ümid evi talan oldu, ümid evi talan oldu. Benim anam cavan idi, benim anam cavan idi, cavanlığı yalan oldu, cavanlığı yalan oldu. Garip ölen anam eyvay, garip ölen anam eyvay, cavan ölen anam eyvay, cavan ölen anam eyvay, cavan ölen anam eyvay. Əza gözün qalaram mən, əza gözün qalaram mən, başa qəra salaram mən, başa qəra salaram mən, o boş qalan otağımdan, o boş qalan otağından xoş ətri alaram mən, xoş ətri alaram mən. Qərib ölən anam eyvay, qərib ölən anam eyvay, cavan ölen anam eyvay, cavan ölen anam eyvay, cavan ölen anam eyvay. Garip ölen anam eyvay, garip ölen anam eyvay, cavan ölen anam eyvay, cavan ölen anam eyvay. Garip ölen anam eyvay, cavan ölen anam eyvay. Allahümme inna nes'aluke ve ned'uke bismikel azimi el-azam el-azzil celil ekrem ve bil Fatime ve abiha ve ba'liha ve beniha ve sirri li mustavda'a fiha. Ya Allah, ya Allah, ya Allah, ya Allah, ya Allah, ya Allah, ya Allah. Ya Allah, ya Allah, ya Allah. Ya Rahman, ya Rahim, ya mukallibel kulub, səbbit kulubana ala dinik. İlahi, əllərimizi naümid qaytarma. Amin deyən dillərimizi lal öldürmə. Bağışlamamış bizləri qəbr evinə göndərmə. Qəbrimizin ilk gecəsində Mövla Əmir əl-Möminini başımızın üzərində hazır elə. İlahi, dünya və axirət bizləri Peyğəmbər və Əhl-i Beytindən ayrı salma. Dünyada xanım Zəhranın ziyarətin, qiyamətdə şəfayətin bizlərə nəsib elə. İlahi, o xanımın məqamını dərk edənlərdən qərar ver bizləri. İlahi, çətinlikdə olanların çətinliklərini tezliklə həll elə. Xəstə olanlar var, nəzərdə olan xəstələr var, onlara tezliklə şəfa ver. İlahi, bizi bir-birimizə daha da mehriban elə. Müsəlmanları bir-birinə daha da mehriban elə. Hər yerdə ki, xanım Zəhraya əzadarlıq edilir, xanım Zəhra haqqında danışılır. İlahi, bu əzadarlıqları, bu söhbətləri, bu məclisləri onlardan ali dərəcədə qəbul elə. İlahi, şəhidlərimizi Kərbəla şəhidləri ilə məşhur elə. İlahi, qazilərimizə tezliklə şəfa ver. İlahi, ruhumuzun, qəlbimizin, cismimizin şəfasını ver. İlahi, bizlərə xanım Zəhranın qəbrinin ziyarətini nəsib elə. İlahi, ya Zəhra adını dilimizdən heç bir zaman əksik eləmə. İlahi, bizi xanım Zəhranın yanında başımızı uca elə. İmam Zaman əleyhissalamın zuhrunu tez elə. Ağanın qəlbimizdən razı və xoşnud elə. Haqqı Muhammedin və alih və haqqı surətil mübarəkətil Fatihəti mə'əs salavat. Allahümme salli ala Muhammedin və ali Muhammed və accil fərəcəhum.